Möminlərin əmri Əli bin Əbu Talibin zövcələri və övladları. Birinci evliliyi Rasulullah sallallahu aleyhi və səlləmin qızı Fatimə anamız və ondan dünyaya gələn övladlarının adı. Həzrəti Həsən, Həzrəti Hüseyin, Zeynəb Əl-Kübra, Ümmü Gülsüm Əl-Kübra. Həzrəti Əlinin ikinci yoldaşı olan Xaylə binti Cəfər və ondan dünyaya gəlmiş övladı Muhammed Əl-Əkbər ya da digər adı ilə Muhammed ibn Əl-Hənəfi. Digər zövcəsi Təmim oğulları qəbiləsindən olan Leyla binti Məsud ibn Xalid. Ondan dünyaya gələn övladları isə Ubeydullah və Əbu Bəkr. Digər zövcəsi olan Ümmü Əl-Bənim bint Haram ibn Xalid və ondan dünyaya gələn övladları isə Əl-Əbbas Əl-Əkbər, Osman, Cəfər Əl-Əkbər və Abdullah. Digər zövcəsi isə Əsma binti Ümeys. Ondan dünyaya gələn övladları isə Yəhya və Övün. Digər zövcəsi isə Əs-Səhba. Ondan dünyaya gələn övladları isə Ömər Əl-Əkbər və Rüqeyya. Digər zövcəsi isə Üməmə binti Əl-As. Ondan dünyaya gələn övladı isə Muhammed Əl-Əfsad. Digər zövcəsi isə Ümmü Seyid binti Ürva. Ondan dünyaya gələn övladları isə Ümmü Əl-Hüseyin və Rəmla Əl-Kübra.